Məzun abituriyentlər, MİQ və sertifikasiyaya hazırlaşan müəllim heyəti. Bugün sizə Manna dövləti mövzusunun izahını verəcəm. Eyni zamanda bu kimi izahlara daha çox gəlməsini istəyirsinizsə, kanala abunə olmağı, eyni zamanda videonu bəyənib şərh yazmağı unutmayın. Eyni zamanda yeni tədris ili üçün dərslərimiz artıq başlamışdır və bu dərslərlə bağlı qeydiyyatdan keçmək istəsəniz, aşağıdakı nömrə vasitəsilə bizlə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək dərsimizin izahına. Deməli, Manna dövləti hazırladığımız slaydda Manna dövlətinin həm görsel izahlarını, həm də ki, əsas testdə istifadə olunan qeydlər istifadə olunur. Bu kimi izahlar, slaydlar dərslərimizə qoşulduğunuz andan etibarən sizə göndəriləcək. İndi isə keçid edək dərsimizin izahına. İlk növbədə Manna dövləti. Manna dövlətinə ilk növbədə baxırıq. Baxın, Manna dövləti görürsünüz ki, hansı ki bu Kaspiyan Sea, yəni ki, Xəzər dənizi bölgəsidir bu bölgə. Xəzər dənizi buradır. Bu gördüyümüz böyük göl isə Urmiya gölü adlanır. Deməli, nə adlandı? Urmiya gölü. Adını yuxarıdan yazıram. Urmiya gölü. Manna dövləti də Urmiya gölü ətrafında yaranmış dövlətlərimizdən, ilk quldar dövlətimizdən biridir. Hansı ki, Manna dövləti gördüyünüz kimi Urmiya gölünün cənubunda ilk əvvəl yaranmışdı, sonra geniş əraziləri əhatə etməyə başlamışdı. Manna dövlətinin paytaxtı isə İzursu şəhəri olmuşdu. Gördüyünüz kimi o da hansı ki Urmiya gölündən cənub-şərq istiqamətində, daha doğrusu cənubda yerləşməkdədir. Oxla işarə etdiyimiz bölgədir. Deməli, eradan əvvəl 9 və 11-ci əsrlərdə Urmiya gölü hövzəsində bir sıra vilayətlər var idi. Yəni ki, hər bir dövlətin dövlət olaraq formalaşmamışdan qabaq öz ərazisində ya tayfalar, ya müəyyən vilayətlər olur. Sonra vilayətlər və tayfalar birləşərək müəyyən bir dövlət formasını alır. Deməli, bu vilayətlərdən ən böyüyü bizə lazımdır. Ən böyük vilayətlərimiz isə biri Zama vilayətidir. Bu bölgədə vahid və güclü dövlətin olmaması Aşur və Urartunun hücumlarına məruz qoyurdu. Bu səbəbdən xırda vilayətlərin birləşməsinə səbəb oldu. Eradan əvvəl 9-cu əsrdə artıq Manna dövləti yarandı. Paytaxt isə İzursu şəhəri oldu. Baxaq, Manna dövlətinə düşmən olan dövlətlərdən Urartunun adını çəkdik biz. Bir də ki, Aşuriya dövlətinin hansı ki adını çəkdik. Baxın, Manna dövləti gördüyünüz kimi xəritədə açıq şəkildə sarı rəngdə verilibdir. Urartu isə gördüyünüz kimi Mannadan Urmiyaya yaxın bir hövzədə, daha doğrusu Van gölü hövzəsinə yaxın bölgələrdə yerləşməkdədir. Hansı ki Urartu bu bölgədə yerləşir. Təxmini götürsək Urartu bu bölgələri əhatə etməkdədir. Gördüyünüz kimi Manna dövlətinə necə yaxındır. Təxmini götürsək şimali-qərb bölgəsində yerləşir. Daha sonra isə biz eyni zamanda Aşur dövləti haqqında məlumat versək, Aşuriya isə bizim qonşumuzdur. Yəni ki, bizim yaşıl xəttimiz olaraq götürsək, yaşıl rəngdən işarə eləsək, Aşur dövləti gördüyünüz kimi iki çay arasında, daha doğrusu Mesopotamiyanın şimal bölgəsində yerləşir. Bu ərazimiz də Urmiya gölünə nisbətən yaxın bölgələrdədir. Manna dövlətinin deməli əsas həyatında rol oynayan dövlətlər Aşuriya, bir də Urartu olacaq. İndi isə bu haqda məlumat verdikdə artıq siz daha yaxşı başa düşəcəksiniz. İndi isə gedək Manna haqqında məlumatlarımızı daha da genişləndirək. Manna dövləti haqqında bu xəritədə də görürük. Burada biraz daha yaxınlaşdırılmış formatını görürük. Gördüyünüz kimi Urmiya gölünün adı burada yazılıbdır. İzurtu şəhəri də burada yazılıbdır. Eyni zamanda Araz çayından baxın. Soruşdular ki, Manna dövləti hansı bölgədə yerləşib? Azərbaycanın şimalında yoxsa cənubunda? Əlbəttə ki də siz deyəsiniz ki, Araz çayından cənubda yerləşdiyi üçün əlbəttə ki də Manna dövləti Azərbaycanın cənubunda yerləşmiş dövlətlərimizdən biridir. Araz çayı gördüyünüz kimi qırmızı rəngdən işarə eləmişəm. Kür çayı isə ondan yuxarıda yerləşən bir bölgədədir. Manna adına ilk dəfə eradan əvvəl 843-cü illərdə Urmiya gölü hövzəsinə hücum etmiş Aşur hökmdarı olan 3-cü Salmansarın kitabəsində rast gəlinir. Eradan əvvəl 829-cu illərdə isə 3-cü Salmansarın sərkərdəsinin hücumu zamanı ilk dəfə Manna hökmdarı Udakkinin adı çəkilir. Deməli, Manna hökmdarlarından birinin adını çəkdik. Adı nədir? Udakki. Udakkinin deməli ilk Manna hökmdarlarımızdan biri Udakkinin adını çəkdik biz. Amma əlbəttə ki də sizdən soruşsalar ki, Mannanın ilk hökmdarı kimdir? Siz deyəsiniz ki, Mannanın ilk hökmdarı məlum deyil. Mannanın nə ilk hökmdarı məlumdur, nə də ki son hökmdarı. Testlərdə çox vaxt çaşdırıcı məqamlardan biri olaraq bu yazılır.
İndi isə dövlət quruluşu və idarə etməsi haqqında məlumat verək. Deməli, Manna dövləti ictimai quruluşuna görə quldar, yəni ki, quldarlıq münasibətləri mövcud olan, siyasi quruluşuna görə monarxiya, yəni ki, hakimiyyət irsi keçən bir dövlət idi. İrsi hakimiyyət isə İranzudan başlayırdı. Aha, əsas diqqət edilməsi məqamlardan biri. Siz testə düşsək ki, əgər İranzudan qabaq irsi hakimiyyət var, siz onu o cavabı səhv götürəcəksiniz. Çünki irsi hakimiyyət, İranzudan başlayır. Vilayətlər canişinlər tərəfindən idarə olunurdu. Bəli, canişinlik sistemi Mannada olubdu. Hökmdar yanında isə məşvərətçi orqan olan Ağsaqqallar Şurası fəaliyyət göstərməkdədir. Biz bir də Ağsaqqallar Şurasını Aratda mövzusunda da oxumuşuq. Eyni zamanda Ağsaqqallar Şurasını. Aha. Mannanın hökmdarlarını ümumi bir nəzərdən keçirsək, Udakkinin adını 9-cu əsrdə çəkirlər. Amma ilk hökmdar kimi yox, sadəcə Udakki hökmdar olaraq çəkilir. İranzu isə 740-719-cu illər, Aza eradan əvvəl 718-716 cəmi 2 il hakimiyyətdə qalıbdı. Ulusunu eradan əvvəl 716, eradan əvvəl 680-ci illər, Aşeri eradan əvvəl 675, eradan əvvəl 650-ci illər, Uali isə eradan əvvəl 650 və eradan əvvəl 630-cu illərə əhatə edir. Ümumilikdə 6 Manna hökmdarının adını çəkməkdəyik. Amma bu Manna hökmdarlarının nə ilki var, nə də ki sonu var. İlk növbədə İranzudan danışsaq. Qeyd etdiyimiz kimi İranzu eradan əvvəl 740 və 719-cu illərdə hakimiyyətdə olmuş hökmdarlarımızdan biridir. İranzu hakimiyyətə gəldikdə onun qarşısına duran iki əsas vəzifə var idi. Birinci vəzifə o idi ki, vilayətləri mərkəzi hakimiyyətə tabe etsin, xarici hücumların qarşısını alsın. Yəni ki, hansı ki biz Manna dövlətini ilk mövzularda, ilk slaydlarda göstərdikdə mən demişdim ki, onun əsas mübarizə etdiyi dövlətlərdən biri kim idi? Biri Aşur dövləti idi, digəri isə əlbəttə ki də Urartu dövləti idi. Manna isə bunlarla mübarizə, iki dövlətlə eyni anda mübarizə aparması əlbəttə ki də bir dövlətin zəifləməsinə, hətta süqutuna da gətirə bilər. Yəni yaranmaqda olan bu dövlət yaranmadan parçalanmasın deyə İranzu bunun qarşısını almaq üçün ilk növbədə xarici hücumların qarşısını almalı idi. Mannada mərkəzləşmiş dövlət və canişinlik sistemi yaratdı. Bəli, canişinlik sistemini kim yaratdı desəz, əlbəttə ki də İranzunun adını çəkərik. Çünki mərkəzləşmiş dövlətlər sistemini və eyni zamanda canişinlik sistemini yaradan İranzu oldu. Xarici siyasətdə isə Aşur ilə yaxınlaşdı. Yəni düşündü ki, Aşur və Urartunun ikisi ilə bərabər düşman olmaqdansa da bir dövləti yanıma çəkərəm, digərinə qarşı istifadə edərəm. İranzu da əlbəttə ki də çox yaxşı bir siyasət yeridərək güclü olan Aşur dövləti ilə yaxınlaşdı və ona xərac verməyə qəbul etdi. Urartu ilə isə düşmən münasibətlərini davam etdirdi. Urartuya qarşı Aşur ilə mübarizə apardı. Eradan əvvəl 735-ci illərdə Aşur və eyni zamanda Urartu arasında mübarizə nəticəsində, yəni ki, Aşur və Urartu arasında bir toqquşma baş vermişdi. Bu toqquşma Aşur və Urartunu məğlub etmişdi. Bunun nəticəsində artıq Aşur dövləti əlbəttə ki də Urartunu məğlub edəcək. Əlbəttə ki, İranzu da bundan istifadə edib Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytaracaq. Bəli, sual düşsə ki, İranzunun dövründə Urartunun işğal edilən torpaqları geri qaytarılıbmı? Bəli. Bu suala cavabınız müsbət olmalıdır. Bu zaman açıq hücuma keçə bilməyən Urartu hökmdarı 1-ci Rusa Mannanı daxilən zəiflətməyə çalışdı. Belə deyək, siz bir dövlətlə mübarizə aparırsınız və qarşınızdakı dövlət sizdən güclüdürsə də, əlbəttə ki də siz açıq şəkildə hücuma, hətta xarici hücuma keçməyə siz özünüz üçün bir təhlükə olaraq görərsiniz. Çünki Aşur dövləti Urartudan güclü idi. Həm də Aşur dövləti Mannanın müttəfiqi idi. Açıq şəkildə hücuma getmək 1-ci Rusa üçün ən böyük strateji səhvlərdən birini ola bilərdi. Ona görə də 1-ci Rusa artıq gördü ki, xarici cəhətdən bu dövləti zəiflədə bilmirəm, daxilən zəiflədim, dedi və daxilən zəiflətməyə çalışdı. Bunu da necə edəcək? Gəlin o haqda da biraz məlumat verək. Biz axı demişik, Manna dövlətinin ətrafında müəyyən vilayətlər var idi. Hansı ki, bu vilayətlər də, belə ki, bu vilayətlər var idi və bu vilayətlərin birləşməsi nəticəsində Manna dövləti yaranmışdı. Əlbəttə ki də bizim tanıdığımız hökmdarlardan olan İranzu bu vilayətləri mərkəzə tabe etmişdi. Köhnə belə deyək, vilayət hakimlərini işdən belə deyək azad etmişdi. Yəni belə deyək, hər hansısa bir dövləti
dövləti işğal edirsiniz. Və o dövləti işğal etdikdə baş nazirlərini, idarə heyətini də işdən çıxardırsınız. Əlbəttə ki də bu baş nazirlərin, idarə heyətinin sizə olan nifrəti artır və sizin düşmənlərinizlə yaxınlaşmağa başlayır. Eynən Manna dövlətində də bu hadisələr baş vermişdi. Hansı ki kiçik xırda vilayətlər var idi. Bu vilayətləri mərkəzə tabe etmiş İranzu əlbəttə ki də köhnə vilayət hakimlərini işindən azad edəcəkdi. İşindən azad edəcəkdi ki, öz adamlarını bura təyin etsin. İranzu da bu siyasəti həyata keçirmiş. Bu isə əlbəttə ki də hansı ki köhnə tayfa başçıları, vilayət hakimləri tərəfindən narazılıqla qarşılanmışdı. 1-ci Rusiyada, yəni ki Urartu hökmdarı 1-ci Rusiyada vəziyyətdən çox yaxşı şəkildə istifadə etdi və o hakimlər ki var, hansı ki işdən dediyimiz azad edilən hakimlər, onları Mannaya qarşı qaldırdı. Bunun nəticəsində də 719-cu illərdə üsyan baş verdi. Hansı ki bu üsyan Şandahul və Durduqqa şəhərlərində baş vermişdi. Bu üsyan nəticəsində 2-ci Sargon üsyanı yatırmağa gəldi. Əlbəttə ki, Aşur hökmdarı 2-ci Sargon öz mövqelərini bu ərazilərdə gücləndirmək istədiyi üçün minnətdarlıqla bu ərazilərə gəldi, üsyancı şəhərləri və eyni zamanda vilayətləri dağıtdı. İranzu haqqında bu qədər. İranzu haqqında yadınızda saxlamalı olduğunuz əsas məqamlardan biri 735-ci il hadisəsidir və 719-cu illərdə baş verən Şandahul Durduq üsyanıdır. Eyni zamanda bir də ki, qeyd edə bilərik ki, canişinlik sisteminin yaratmasıdır mütləq. Canişinlik dedikdə ilk ağlınıza gələn İranzu olmalıdır. Bundan sonra bir də ki, İranzunun bu iki əsas vəzifəsini yadınızda saxlamanız nəzərdə tutulur. Bir də yadınızda saxlayın. Testdə yazılsa ki, baxın bu çox mütləqdir və diqqət olunacaq əsas məqamlardan biridir. Testdə əgər sizə şəklində yazılsa ki, əziz abituriyent, Mannanın ilk hökmdarı İranzudur və yaxud da Udakkidir. Siz avtomatik bu variantı səhv götürməlisiniz. Çünki Mannanın bizə məlum olan ilk hökmdarı yoxdur. Bunu dəfələrlə təkrar edirəm ki, abituriyentlər bunu səhv yazmayın. Çünki bu səhv yazılan əsas məqamlardan biridir. Sonra Azadan danışsaq, Aza kim idi? Aza İranzunun əlbəttə ki də oğlu idi. Aza da Aşurlarla atası kimi müttəfiqlik münasibətlərini davam etdirmişdi. Atasının siyasətini davam etdirmişdi. Atasını uzaq görən olaraq düşünmüş və öz atasının siyasətini davam etdirmişdi. Eradan əvvəl 716-cı illərdə lakin bu şəxs Oaş dağında döyüş nəticəsində canişinlər tərəfindən suiqəst nəticəsində öldürüldü. Və deməli 718-ci illərdə hakimiyyətə gəlmiş, 716-cı illərdə isə öldürülmüşdü. Yəni ki 2 il hakimiyyətdə qalmışdı. Bundan istifadə edən 1-ci Rusa tez hərəkətə keçdi. Gördü ki Aza öldürülüb, ara çaxnaşmadadır, vəziyyət qarışıqdır. Başladı Mannanın şimal-qərb və 22 Manna qalasını ələ keçirməyə. Daha sonra isə Ulusunu hakimiyyətə gəldi. Ulusunudan danışdıq. Deməli, Ulusunu biz bildik ki, 716-cı illərdə hakimiyyətə gəldi. Ulusunun hakimiyyətində artıq bir neçə dəyişikliklər var. Ulusunu Urartunun köməyi ilə hakimiyyətə gəlmişdi. Urartu, yəni ki, düşmənimizin köməyi ilə. Daha doğrusu Manna dövlətinin düşmənini, hansı ki bu ərazidə, xəritəyə diqqətlə baxın zəhmət olmasa, hansı ki bu ərazidə yaşayan qırmızıdan işarələyək düşmən kimi, bəli, hansı ki bu ərazidə mövcud olan Urartu hökmdarı 1-ci Rusa idi bizə məlum olan axı. 1-ci Rusanın köməyi ilə Ulusunu hakimiyyətə gəlmişdi. Baxın, Urartu, Ulusunu, Urartu, yadınızda saxlayın, köməyi ilə hakimiyyətə gəldi. Aşur ilə ittifaqı pozdu. Bəli, Aşur dövləti ilə ittifaqını pozdu. Əlbəttə ki də Urartu'na yaxınlaşırsa da Urartu deyəcəkdi ki, sən Aşurla ittifaqını pozmalısan. Çünki Aşuriya dövləti Urartu'nun da əsas düşmənlərindən biri idi. Yəni ki, Urartu'la arada olan hansı ki o Urartu'la arada olan bu zincir qırıldı və Aşuriyanla arada olan bu zincir qırıldı və Urartu'na yaxınlaşmağa başladılar artıq. Deməli, Aşuriyanla ittifaq pozdu Ulusunu. Yadınıza saxlayın. Dedik ki, İranzu və Aza Aşuriyanla ittifaqı davam etdirmişdi, amma Aşurla ittifaqı pozmuşdu Ulusunu. Deməli, müttəfiqliyin pozulması 2-ci Sargonun Mannaya yürüş etməsinə səbəb oldu. Paytaxt İzirtu talan edildi. Paytaxtımıza baxaq. Burada yerləşir. Bir daha qeyd edirəm. Sonra 2-ci Sargon isə Ulusunu əfv etdi. Ulusunu anda mən elədi ki, bir də mən belə hərəkət görməyəcəm. Urartu'na yaxınlaşası deyiləm. Bu zamanda Ulusunu 2-ci Sargon, əlbəttə ki də 2-ci Sargon Ulusunu əfv etdi.
Bundan sonra isə sizin yadınıza salmaq istəyirəm ki, hansı ki hökmdar Azanın dövründə yadımıza salaq ki, bir hadisə baş vermişdi. Aza ölən kimi aradakı çaxnaşmadan istifadə edən ulusunu nə etmişdi? Aradakı çaxnaşmadan istifadə edən birinci Rusa 22 Manna qalasını ələ keçirmişdi. Əlbəttə ki də ulusunu istəyəcəkdi ki, öz dövlətinin əraziləri qaytarılsın. Buna görə də eradan əvvəl 714-cü illərdə Aşura ilə Sirdaka şəhərində müqavilə imzalanır. Bu müqavilə nə idi? Valla Aşura xərac ödəməli idi. Yəni Manna dövləti Aşurdan əvvəlki müttəfiqliyini bərpa etməli və xərac ödəməyə davam etməli idi. İkinci Sargon Urartunun işğal etdiyi əraziləri əlbəttə ki də azad etməli idi. Hansı ki o 22 Manna qalası var idi, Azanın dövründə işğal olunan və onları azad etməli idi. Həmin ildə 2-ci Sargonun Urartuya yürüşü baş verdi. Yəni ki 714-cü illərdə sözündə durdu və Aşurya Urartuya yürüş etdi və Urartu bir daha Mannanın daxili işlərinə qarışmadı. Bəli, bundan sonra artıq bütün Manna vilayətləri 2-ci Sargon tərəfindən azad edildi və Urartu bir daha Mannanın daxili işlərinə qarışmadı. Bütün vilayətlər isə bu cümlə əsasdır, testə düşür. Vahid mərkəz ətrafında birləşdirildi. Vahid mərkəz ətrafında birləşdirilməsi. Biri var vahid mərkəz ətrafında birləşdirildi. Bir də var mərkəzləşdirilmiş dövlət yaradıldı. Mərkəzləşmiş dövləti yaratmışdı İranzu. Vahid mərkəz ətrafında birləşdirmişdi Ulsunu. Getdik digərinə. İndi isə keçirik digər hökmdarımız Aşeri haqqında. Deməli, öyrəndik İranzu, sonra Aza, sonra Ulusunu, daha sonra isə Ahşeri. İndi görək bu Ahşeri kimdir və hansı siyasətə həyata keçirib. Eradan əvvəl 6-cı əsrlərdə Kimir, İskit, Sak tayfalarının Cənubi Qafqaza yürüşü tarixin gedişini dəyişdirdi. Xəritəyə baxırıq. Deməli, Kimir, İskit, Sak tayfaları, onu qeyd etdim ki, Qara dənizin şimal bölgəsində yaşayırdılar. Kimir tayfa birliyi başladı bu bölgələrdən təxmini gəlməyə. Gəldi, bir hissəsi bu istiqamətdə irəlilədi, yəni ki, Kiçik Asiya istiqamətində irəlilədi, bir hissəsi isə artıq Manna dövlətinin şimal bölgəsinə doğru irəlilədi. İndi keçid edək İskitlər haqqında biraz da məlumat verim. İskitlər isə Dərbənd keçidindən. Baxın, təxmini bu bölgəni göstərirəm sizin üçün Dərbənd keçidi olaraq. Dərbənd keçidi istiqamətində gəldilər, hansı ki, Xəzər dənizi sahilləri bu istiqamətdə gəldilər və bu bölgədə ortaq şəkildə həm Kimirlər, həm İskitlər, həm də Saklar artıq bu ərazilərdə məskunlaşdırar. Hansı ki, Kür və Araz çaylarının arasındakı bölgə eyni zamanda Urmiyanın şimalı daxil olmaqdan. Buraları qeyd edirik. Buraları sizin üçün Kimir, İskit, Sak bölgəsi olaraq qeyd edirik. Rəngləyək də. Keçdiyində. Dedik, eradan əvvəl 6-cı əsrdə, eradan əvvəl 6 yox, 7-ci əsrdə, burada səhv yazılıb, üzr sayın. Sonra İskitlər Aşurun paytaxtı Ninevi yanında tutub hücum etmişlər. Deməli, Aşurlara qarşı onlar müharibə mövqeyində çıxış edirdilər. Aşeri isə bu zaman vəziyyətdən istifadə etdi, İskitlərlə dostluq qurdu. Aşeri kim oldu? Manna hökmdarı Aşeri özlərindən şimalda yaşamış hansı ki bu tayfalarla dostluq münasibəti qurdu. Aşeri belə deyək də, Aşeri əlbəttə ki də çox yaxşı bir strategiya işlətdi. Çünki bunlar belə deyək, at üstündə vuruşa bilmirdilər. Nə Manna dövlətinə, Aşurya, nə də ki Urartu bu at üstündə vuruşan bu cəngavər tayfalar qarşısında aciz qalırdılar. Bunlar at üstündə vuruşmağa alışmış olan türk tayfaları idi. Eyni zamanda İskit hökmdarı İşbakka ilə Aşeri müttəfiq oldu. Bu zaman Aşeri müstəqil siyasət yeritdi və Mannanın Aşur dövləti ilə ittifaqı pozuldu. Bu zaman Aşur hökmdarı eyni zamanda bu zaman isə Aşur hökmdarı Aşurbanipaldan danışsa, Aşurbanipal Mannaya yürüş etdi əlbəttə ki də. Əvvəlcə əlbəttə ki İskitlərə qiymətli hədiyyələr göndərdi. Yəni ki, deyək ki İskitlərlə əvvəl kim müttəfiq olmuşdu? Əvvəl İskitlərlə Manna müttəfiq olmuşdu. Daha sonra isə Aşurya gördü ki, yox, mən bu İskitlərlə yəni ki müharibə mövqeyində çıxış etməyim mənim üçün mənfi nəticələndir. Başladı nə etməyə? İskitlərə hədiyyə verdi, öz tərəfinə çəkdi, bir növ rüşvət verdi, öz tərəfinə çəkdi, belə deyək. Öz tərəfinə çəkdi, Mannaya qarşı özü başladı çıxış etməyə. Yaxşı dedi Aşeri, sən ki məndən illərdir davam edən müttəfiqliyi pozursan, mən də sənin ərazinə yürüş edəcəm. Eradan əvvəl 650-ci illərdə Manna ərazisinə yürüş etdi və paytaxt İzurtu yandırıldı. Paytaxtı bir daha qeyd edirəm, xəritədə baxın. Çoxlu sayda Mannalı əsir alındı.
Bu zamanda bundan sonra eradan əvvəl 650-ci illərdə Mannada Ahşerinin siyasətinə qarşı üsyan qalxdı. Üsyan nəticəsində Ahşeri öldürüldü. Baxın, Ahşeri Aşurbanipalın yürüşü nəticəsində öldürülməyibdi. Ahşeri üsyan nəticəsində öldürülübdü. Bunu qeyd edin, bir yeri yadınızda saxlamayın. Bir də Aşur hökmdarlarını sayaq. Biz hansıların adını eşitdik? İkinci Sargonun adını bir eşitdik. Bir də kimin adını eşitdik? Aşurbanipalın adını eşitdik. Elə baş hərflərindən yadında saxla. Aşurbanipal deyirəmsə də Ahşeri. Aşurbanipal, Ahşeri. İkinci Sargon isə artıq olubdu. İranzuda, Azada, Ulusunuda. Yadını saxla. Ulusu niyə qədərdir? Artıq Ahşerinin dövründə Aşurbanipaldır. A. İndi Uali'dən danışsaq. Uali Ahşerdən sonra hakimiyyətə gəlmiş hökmdarlardan biridir. Aşur ilə Manna münasibətlərini nizamladı. Eradan əvvəl 7-ci əsrin sonlarında Midiya və Babil dövlətləri Aşura qarşı ittifaq yaradarkən eyni zamanda Manna Aşura kömək etdi. Eradan əvvəl 590-cı illərdə güclənmiş Midiya Mannanı işğal edərək süquta uğratdı. Deməli, Manna dövlətimiz süquta uğradan dövlətimiz hansı dövlətimiz idi? Midiya dövləti idi. Yadınızda saxlayın əziz abituriyentlər. Belə, dərsimiz bu qədər. Əgər bu kimi videolardan xəbərdar olmaq istəsəniz, kanalımıza abunə olmağı, eyni zamanda videomuzu bəyənməyi unutmayın. Məncə o qədər çətin bir iş deyil. Bundan əlavə həm də ki, dərslərimizə qoşulmaq istəsəniz, dərslərimiz artıq başlayıbdır. Qeydiyyatdan keçmək istəyən şagirdlər isə bizə yaza bilər. Əgər çox qeydiyyatdan keçmək istəyən şagird olsa, yeni qrup açılacaq, narahat olmayın. Aşağıda isə nömrəmiz qeyd olunacaq və istədiyiniz vaxt əlaqə saxlaya bilərsiniz. Sağ olun əziz abituriyentlər, MİQ və sertifikasiya hazırlaşan müəllim heyəti.